Gəlin indi uşaqlar allotropik şəkil dəyişmələrə aid test nümunələrinə baxaq. Deməli biz DIM testlərində 55-ci və 61-ci suallar məhz bu dəyişmələrə aiddir. Yəni 60-61-ci suallar. Gəlin 55-ci suala baxaq. Deyir ki, hansı elementin allotropik şəkil dəyişməsi yoxdur? Biz bilirdik ki, allotropik şəkil dəyişmə nə idi? Eyni elementin müxtəlif bəsit maddələr əmələ gətirməsidir. Yəni həmin o bəsit maddələr, əmələ gələn həmin bəsit maddələr isə allotropik şəkil dəyişmələri idi. Mən video izahımda da, yəni YouTube kanalımda video izahında sizə izah etmişəm ki, deməli allotropik şəkil dəyişməsi olan 5 elementimiz var. Karbon, oksigen, kükürt, silisium və fosfor. Bu 5 elementi əzbər bilməliyik. Qalan digər elementlər isə allotropik şəkil dəyişmə əmələ gətirmir. Deməli, oksigenə baxaq. Oksigenin 2 allotropik şəkil dəyişməsi var. Oksigen və azon. Fosforun 3 allotropik şəkil dəyişməsi var. Ağ, qara və qırmızı. Kükürdün 2 allotropik şəkil dəyişməsi var. Kristallik və plastik. Karbonun isə 4 allotropik şəkil dəyişməsi var. Almaz, karbin, fülleren və qrafit. Daha sonra burada isə deməli hansı ki deyir, hansı elementin allotropik şəkil dəyişməsi yoxdur. Burada doğru cavab B variantı. Azotun allotropik şəkil dəyişməsi yoxdur. Gəlin 60-cı test nümunəsinə baxaq. Deməli, deyir ki, X və Y elementlərini bizdən istəyir ki, tapaq ki, deməli, allotropik şəkil dəyişmələrinin olması. O deməkdir ki, yəni X element hansı bu X elementlərinə variantlarda hansıların allotropik şəkil dəyişməsi varsa, plus o deməkdir ki, yəni allotropik şəkil dəyişməsi var. Yəni biz X-da hansının allotropik şəkil dəyişməsi varsa, o variantları götürməliyik. Y-də isə allotropik şəkil dəyişməsi olmayan elementlər olmalıdır. Gəlin baxaq A variantına. Deməli deyir ki, X-də allotropik şəkil dəyişmələri olan elementlərə baxmalıyıq. Demək, kükürdün var, oksigenin var, xromun yoxdur. A variantını çıxırıq. X-də kürdün var, fosforun var, alüminiumun yoxdur. Bizə isə deyir ki, olanları tapaq. Deməli, X elementində oksigen allotropik şəkil dəyişməsi var, xlorun və azotun yoxdur. D variantına baxacağıq, o doğru variantı. Y variantımızı dəyərləndirək. Deməli, alüminiumdur, azotdur, xromdur, bunların allotropik şəkil dəyişməsi yoxdur. Ancaq D variantında isə deməli, X elementlərinə baxaq. Kükürdür, fosfordur, oksigendir. Bunların allotropik şəkil dəyişməsi var, yəni plus. Ancaq Y-də bizdən istəyirdi ki, allotropik şəkil dəyişməsi olmayan elementlər olsun. Alüminiumdur, azotdur, xromdur. Həqiqətən də dəyərləndirdiyimiz zaman görürük ki, D variantı doğru variantdır. Gəlin baxaq 61-ci suala. Deməli, burada artıq tərsinə deyir. X elementlərinin allotropik şəkil dəyişməsi olmasın, Y elementlərinin isə allotropik şəkil dəyişməsi olsun. Gəlin baxaq. A variantında bizdən, deməli, X birinci bu sırada, bütün bu sırada sütun boyu X elementlərinin allotropik şəkil dəyişməsi olmayan halına baxmalıyıq. A variantında oksigen allotropik şəkil dəyişməsi var. Bizdən isə olmayan istəyir. A variantını çıxdıq. B variantında fosforda və kükürddə allotropik şəkil dəyişmələr var. Bizdən isə nəyi deyirdi? Allotropik şəkil dəyişmə olmasın deyirdi. Ona görə də B variantında çıxdıq. Daha sonra C variantına da baxsaq, natriumun yoxdur, kalsiumun yoxdur, amma fosforun var. Bizdən deyir ki, olmasın. Natriumda, kalsiumda yoxdur, ancaq fosforda var. Bu səhv variantdır. Daha sonra D variantına baxaq. Deməli, azotdur, xlordur, maqneziumdur. Bu üçündə də allotropik şəkil dəyişmə yoxdur. Deməli, bu variantı dəyərləndirərik. Gəlin Y variantına baxaq. Deməli, X elementində deyir ki, allotropik şəkil dəyişməsi olmasın. Alüminium, kükürt, xrom. Kükürddə allotropik şəkil dəyişmə var, ancaq alüminium və xromda yoxdur. Deməli, bu doğru variant deyil. D variantı isə doğru variantı. Həqiqətən də baxsaq, X elementlərində azot, xlor, maqnezium. Həqiqətən də onların allotropik şəkil dəyişməsi yoxdur. Y elementlərinə isə baxsaq, oksigendir, fosfordur, karbondur. Bunların isə allotropik şəkil dəyişməsi var. Deməli, bizim doğru cavabımız D variantı. Gəlin indi kimyanın ilk anlayışlarında sizə video izahda da verdiyim nisbi atom kütləsi, nisbi molekul kütləsi anlayışlarını. Biz demişdik ki, nisbi atom kütləsi və nisbi molekul kütləsi anlayışları kimyada ən əsas formulların tapılmasında, daha sonra formulun verilib maddə kütləsinin tapılmasında və s. kimi anlayışlarda çox geniş tətbiq olunan iki mühüm anlayışdır. Nisbi atom kütləsi bir elementin atomunun, yəni nisbi atomunun kütləsini, molekul kütləsi isə bir neçə elementin nisbi atom kütlələrinin cəmidir. Deməli, gəlin baxaq birinci test nümunəsinə.
Əslində dediklərimə aid deyil, sadəcə olaraq orada əsasən 5-ci sual mən bayaq dediyimə aid idi. Sadəcə bu test nümunələrinə də baxaq, dəyərləndirək. Bizim üçün bir anlayış olsun. Deməli, natrium karbonat birləşməsinə uyğun olaraq element atomlarının say nisbətini müəyyən edin. Element atomlarının say nisbətini müəyyən etmək dedikdə, atomların say nisbəti dedikdə onların indeksi nəzərdə tutulur. Yəni 2, baxın, natrium 2, karbon heç də yazılmadığı üçün 1, oksigen də 3. Yəni natriumdan 2 dənədir, natrium atomundan, element atomundan, karbon atomundan 1, oksigen atomundan 3. Doğru cavabımız A variantı. Yəni 2 natrium, 1 karbon, 3 oksigen. Daha sonra hansı birləşmədə element atomlarının say nisbəti uyğun olaraq 2 bölü 1 bölü 4 kimidir? Baxın, burada 2 yoxdur. Burada 2, 2, 2. Birinci 2 gələn, yəni biz 2 indeksində birinci 2 gələn variantlara baxmalıyıq. Burada A və D variantını çıxırıq. B, Y və C variantına baxırıq. Sonda 4 deyir. Yəni burada oksigen qalıbsa, deməli oksigen elementin atomunun sayının 4 olduğu bircə dənə variant var. O da C variantı. Daha sonra 3-cü test nümunəmizə baxaq. Deyir ki, H2SO4-də indekslərinin cəmini, deməli, indekslərin cəmini hesablayın. İndeks nə idi? Yəni, element atomunun sağ aşağıda yazılan, təmin bu 2-dir, 4-dür, bunlar. Bəzən şagirdlər bu testi səhv yazırlar. 2 və 4-ü toplayırlar, yəni bizdən cəm istəyir. 2 ilə 4-ü toplayıb 6 yazırlar. Amma nəzərə almırlar ki, burada kükürt də var. Yəni, kükürdün aşağısında heç nə yazılmaması. O demək deyil ki, burada indeks yoxdur. İndeksi 1-dir, ancaq bir nəzərə alınır. Ona görə də 2 plus 1 plus 4. Cavab olur 7. Eyni zamanda 4-cü test nümunəsində də indekslərin cəminin hesablanmasını istəyir. 3 atom hidrogendir, 1 atom fosfordur, 4 atom da oksigendir. Burada ümumi cəm 8-dir. Gəlin 5-ci nümunəmizə baxaq. 5-ci bayaq izah etdiyim nisbi molekul kütləsinə aiddir. Nisbi atom kütləsini, baxın, ayirləri verilib. Hər bir elementin özünə məxsus nisbi atom kütləsi var. Nisbi molekul kütləsi isə bu nisbi atomların, yəni bu atom kütlələrinin ümumi cəmidir. Yəni bu molekulun ümumi olaraq, yəni bu element atomlarının ayrı-ayrılıqda nisbi atom kütlələrinin cəmi bizə verir nisbi molekul kütləsini. Deməli, bizdən deyir ki, NO2-də 1 atom azot var, 2 atom oksigen var. Yəni, belə baxın, uşaqlar, baxın. 1 atom, baxın, bir dənə burada azot var, üstə gəlinsin, 2 atomda oksigen var. Belə olsa, sizə elə bilirəm ki, hesablama daha rahat olar. Deməli, 1 atom azotdursa, 1 vururuq 14-ə, yəni burada vurmadır, uşaqlar, burada vurmadır. Bir dənə azotdursa 14, üstə gəlinsin, deməli, 2 vurulsun, oksigenin nisbi atom kütləsi 16-ya. 2-ni 16-ya vuranda da eləyir 32. Cavabımız da olacaq, deməli, 46. Doğru cavab D variantı. Daha sonra yenə 6-cı test nümunəsində burada artıq deyir ki, 2 atom azotdur. Üzərinə gəlirik. Deməli, 3 atom oksigeni. Və bizdən cavab istəyir. Nə edirik? 2-ni vururuq. Baxın, burada vurma işarəsidir. 2-ni vururuq. Azotun nisbi atom kütləsi 14-də eləyir 28. 3-ü də vururuq 16-ya eləyir 48. 28 üzərinə gəlsək 48. Cavab olur 76. Deməli, O3-ün nisbi molekul kütləsi 76-dır. Doğru cavab Y variantı. Daha sonra bir digər test nümunələrimiz də var. 20-ci test nümunəsinə baxsaq, deyir ki, bir atomun kütləsinin, yəni karbon izotopunun kütləsinin 3/4 hissəsinə bərabər olan elementi müəyyən edin. Deməli, bunun baxın, izotopun kütləsi 12-dir, elə deyilmi?
3də 4 hissəsi bir ədədin hissəsini taparkən həmin ədədi onun hissəsinə vururduq. Amma hissəyə görə ədədi tapdıqda o hissəni həmin o ədədi o hissəyə bölürdük. Yəni bu əslində riyazi bir qanundur. Deyir ki, yəni bir atomun kütləsi 12 karbon izotopunun kütləsinin 3də 4 hissəsinə bərabər olan elementi tapın. Yəni əvvəl ədədi deyir, sonra hissəni deyir. Ədədin hissəsinin tapılmasında biz deməli 12-ni uşaqlar vuracağıq. 4 bölünsün 3-ə. Yəni 3də 4-ə. Buradan ixtisar gedəcək 12 ilə 3. İxtisar gedəcək. Burada qalacaq 4. 4-ü də 4-ə vuranda cavab verici 16. İndi biz baxırıq ki, 16 olan variant haradadır? Biz bir elementin atom kütləsi 16 olan Y variantı, oksigen. Deməli, həmin o element oksigen imiş. Eyni zamanda 21-ci test nümunəsində də yenə ədədin hissəsinin tapılması olduğu üçün biz deməli 12-ni vuracağıq 6-da 7-yə. Elə burada yazın. 12 vurulsun 6-da 7. 6 ilə 12 ixtisar gedir. Burada qalır 2, surətdə 2. 2-ni də 7-yə vuranda eləyir 14. Burada doğru cavab Y variantıdır.